Herkese salam. Hər birinizi yenidən kanalımda xoş gördük əziz uşaqlar. Bugün Azərbaycan dili 4-cü sinif lisey və gimnaziyaya qəbul suallarının izahını sizə təqdim edəcəm. Vaxt itirmədən başlamaq istəyirəm. Qeyd etmək istəyirəm ki, əziz uşaqlar, əgər siz suallar videosuna baxmamısınızsa, İlk öncə həmin videoya baxın, daha sonra izahlarla tanış olun. Birinci sual. Yalnız qalın saitlərdən ibarət sözlərin cərgəsini göstərin. Əlbəttə biz burada saitlərimizi xatırlayırıq və bildiririk ki, qalın saitlərimiz hansıları idi? A, I, O və U saitləri qalın idi. Beləliklə də biz ilk öncə A bəndinə baxırıq. Burada E-incə saiti var deyə artıq bu bəndi götürə bilmirik. B-yə baxırıq. B-də isə biz təbii ki görürük. Mahir sözündə incə saiti var deyə götürə bilmirik. Üçüncü, yəni C-yə baxırıq uşaqlar. Dalğa sözündə A qalın, toqqa sözündə O və A saiti qalın. Duyğu sözündə isə U saiti qalındır. Beləliklə də yalnız qalın saitlərdən ibarət sözlərin cərgəsi C bəndi olur. İkinci sualımız belədir. Hansı bənddəki sözün ilk samitini onun kar qarşılığı ilə əvəz etsək, yeni söz yaranmaz? A. Zəfər. S ilə əvəz eləyirik, olur səfər. Dələ. D-nı kar qarşılığı olan T ilə əvəz eləyirik, tələ. Jurnal sözündə isə biz bunu kar qarşılığı ilə əvəz eləyib yeni söz yarada bilmərik deyə jurnal olacaq. Davam edirik uşaqlar. Üçüncü tapşırığımız belə idi. Hansı sözdə cingiltili samit işlənməmişdir? Gəlin baxaq. Asta tələffüz zamanı cingiltili olur. Şəfəq, şaftalı, sıravi və saman sözləri. Əlbəttə ki, burada şəfəq B bəndi olacaq. Burada cingiltili samit işlənməyib. C-də də cingiltili samit olaraq L işlənib. Saman sözündə də M və N var. Sıravi sözündə də R samiti var deyə biz B-ni qeyd edirik. Dördüncü sualımız. Hansı sıradakı sözlərdən incə saitlərin hamısı var? Gəlin baxaq. İncə saitlər. E, Ə, İ, Ö və Ü. Əlbəttə ki, uşaqlar, biz E, Ə, İ, Ö, Ü-nü C-də görürük və yeni görüşlər C bəndini işarələyirik. Beşinci. Tərkibində yalnız qapalı saitlər olan sözü göstərin. Qapalı saitlər olan sözünü göstərəcək. Bunun üçün ilk öncə deyin görün mənə uşaqlar. Yadınıza salın. Qapalı saitlər hansılar idi? I, İ, U və Ü saitləri qapalı saitlərdir. Və beləliklə də yalnız qapalı saitlərdən ibarət olan söz buruq olur. Digərlərində həm açıq, həm qapalı sait var. Altıncı sualımız. Savad sözünə hansı şəkilçi artırıldıqda ahəng qanunu pozular? Əlbəttə ki, ahəng qanununu biz bilirik. Ahəng qanununda saitlərin ya incə olmalıdır, ya da qalın saitlər olmalıdır. Beləliklə biz savad sözünə L artırsaq savadlı, qalın saitlər ahəngi gözlənilir. B artırsaq bisavad, artıq burada biz görürük ki, ahəng qanunu pozulur. 7. Hansı sözün tələffüzündə sait qoşalığı var? Zəif sözünü tələffüz edərkən Y samiti artırılır və qoşalıq olmur. Dairə sözündə də yenə də Y artırılaraq dairə sözündəki sait qoşalığı olmur. Bənna sözündə isə samit qoşalığı var. Sual sözünə baxanda bəli, sual sözündə sait qoşalığı var deyə biz onu qeyd edirik.
8-ci tapşırıq. Teatrın nəhəng çılçırağı yavaş-yavaş solmağa başladı. Nümunədə nöqtələrin yerinə uyğun gələn hərfləri göstərin. Teatr sözündə E, nəhəng sözündə G, çılçıraq sözündə isə E-ni qeyd edirik. Beləliklə E, G, I, Y bəndini qeyd edirik. 9-a baxırıq. Cərgələrin birində eyni səs müxtəlif hərflərlə ifadə olunub. Eyni səs. Kəsir sözündə kəsir qaşıq. Burada eyni səsə biz rast gəlmirik. Hoqqabaz və karate. Təbii ki, burada hoqqabaz K səsi Q ilə yazılıb hərf olaraq karate. Beləliklə də hoqqabaz və karate eyni səs müxtəlif hərflərlə ifadə olunub. Ona baxırıq uşaqlar. Birinin yazılışı səhvdir. Sambo, kompas, tramvay, simfoniya və günbəz. Əlbəttə, günbəz sözünün yazılışı səhvdir. N olaraq yazılmalıydı. 11-ci tapşırığımız. Bəndlərdən birində söz kar samitlə başlayıb, kar samitlə də bitir. Çəkic, ittifaq, səhər, saman və zəng sözləri uşaqlar. Əlbəttə ki, biz burada çəkic sözünü götürürük. Çünki deyilişdə biz C yox, Ç deyirik. Və çəkic sözü kar samitlə başlayıb, kar samitlə də bitir. 12-ci tapşırığımız. Hansı cümlələrdə tələffüz şəklində verilmiş söz var? Qatar sürətlə ötüb keçdi. Ürəyim arzu ilə doludur dolu. Gözəllik dünyanı xilas edəcək. Rayondan uzaqda yaşamaq çətindir. Müəllim onu lövhəyə çağırdı. İlk cümləmizə baxırıq. Qatar sürətlə ötüb keçdi. Burada sürətlə sözü tələffüzü ilə verilib. Beləliklə biri qeyd edirik. Ürəyim arzu ilə doludur dolu. Burada isə arzu ilə sözünü qeyd edirik. Tamamilə deyilişlər tələffüz şəklində verilib. Gözəllik dünyanı xilas edəcək. Burada yoxdur. Rayondan uzaqda yaşamaq çətindir. Burada isə biz rayondan və uzaqda sözlərini götürürük. Bu da tələffüzlə verilib. Beləliklə 1, 2 və 4. Baxırıq. A variantıymış. Qeyd edirik. Davam edirik. 13-cü sual. Hansı birləşmələrin birinci tərəfinin son samiti kar tələffüz olunmur? Gülab çəkmək, burada 4 abbası, qılınc döyüşü, palıd ağacı, kitab mağazası və kərpic ovuntusu. Əlbəttə ki, biz 4 abbası, palıd ağacı və kərpic ovuntusu. 2, 4, 6-nı burada biz qeyd eləyirik. 14. Hansı şəkilci fərqli tələffüz olunmur? Lar biz bilirik ki, fərqli tələffüz oluna bilir. Sözlərə artırılma şəklini asılıdır. Sınız, sinizlə də bu sınız, siniz, sunuz, sünüzdə biz bunu görürük. Amma kar sadəcə elə kar kimi tələffüz olunur. Ona görə də C bəndini qeyd edirik. 15-ci sual. Hansı bənddə altından xətt çəkilmiş sözdə yazılışından fərqli tələffüz olunan D hərfi şəkilçinin tərkibindədir? Çox maraqlı sualdır uşaqlar. A. Balta poladdan hazırlanmışdı. Burada biz polad sözündə D-nı T kimi tələffüz edib. Beləliklə artıq şəkilçinin tərkibində yox, kökün tərkibində olur. Ona görə də biz onu qeyd eləyə bilmirik. Palıdın kölgəsində dincəldi. Burada isə fərqli tələffüz olunan D yoxdur. Onlar kənddə qalır. Yenə də biz burada elə kök dəyişdirik kənddə. T kimi tələffüz olunur. Atamdan hədiyyə gözləyirdim. Atamdan. Burada isə artıq D şəkilçidə fərqli tələffüz olunur və beləliklə də fərqli tələffüz olunan D hərfi atamdan sözündədir. Ağacdan meyvələri dərdik. Burada isə yenədən D kimi tələffüz olunur. Beləliklə uşaqlar
Videomuz bura qədər idi. Sizinlə sağollaşıram. Yeni dərslərimizdən görüşənədək sağ olun, salamat qalın.